da həmişə bu problem bizi narahat eləyib. Həmişə çalışmışıq ki, jurnalistlər ixtisaslaşsınlar. O zaman hətta mən bayaq dediyim Amerika səfərimizdə bir hadisəni xatırlayıram. New York Times qəzetinə getmişdik. Orada bizə bildilər ki, bax bu kresloda oturan jurnalist deməli il boyu orta məktəbdə coğrafiya fənninin tədrisi ilə bağlı problemlərlə məşğuldur və heç ola bilsin ki, heç il boyu da onun bir məqaləsi də çıxmır. Amma bu sahənin ən yaxşı bilicisi və tədqiqatçısıdır. Hansısa bir problem olan kimi, bu sahədə bir bilgi və yazı lazım olan kimi o jurnalist o dəqiqə təkmil bir şəkildə onu ortaya qoyur. Mən də dedim ki, bu jurnalist sayədə nə qədər maaş alır? Dedilər $7.000. Deməli, bəlkə ildə bir yazısı çıxmayan bir jurnalistə $7.000 verirlər, amma o öz ixtisasını ən yaxşı bilən peşəkar jurnalistdir. Birinci növbədə jurnalistlərin ixtisaslaşması üçün maliyyə lazımdır və qəzetlər biznesin üstünə çevrilə bilmədi. İndi bizim güclü iqtisadi imkanı olan media subyektlərimiz yoxdur. Ona görə də ixtisaslaşma bizim arzuladığımız kimi alınmadı. Məsələn, bizdə görürsünüz ki, indi qəzetlərdə, sonra da saytlarda çoxunda bugün mədəniyyətdən yazan müxbir sabah siyasətdən yazır, siyasətdən yazan idmandan yazır, iqtisadiyyatdan yazan dəyişir, başqa mövzuda yazır. Yəni, bu ixtisaslaşma maliyyə vəsaitlərlə bağlıdır və mediamızın da iqtisadi imkanları zəif olduğuna görə bu arzuladığımız kimi hələ ki formalaşmadı.